bayraq cümlələr. Diqqət etməli olduğun 7 cümlə. Çünki bu cümlələr o insanla bağlı sənə işarə verir. 1. Mən sadəcə həqiqəti deyirəm. Bu cümlə çox vaxt kobudluğu doğruluq adı ilə ört-basdır etmək cəhdidir. Bu səmimiyyət deyil, bu passiv aqressiyadır. 2. Mən bilərək etmədim, özü belə alındı. Necə yəni özü belə alındı? Bu o deməkdir ki, bu insan öz davranışlarına nəzarət etmir və daha da pisi öz hərəkətinə görə məsuliyyət daşımır. 3. Niyə inciyirsən ki, mən zarafatla dedim. Unutma, zarafat iki tərəf üçün də gülməli olmalıdır. Əgər sən inciyirsənsə, bu artıq zarafat deyil. Bu, gizli şəkildə səni alçatmaq cəhdidir. 4. Sən hər şeyi çətinləşdirirsən. Bu cümlənin tərcüməsi. Mənə sənin hisslərin maraqlı deyil. Sadəcə sus və tabe ol. Bu emosional manipulyasiyadır. 5. Başqaları sənin yerində olsa xoşbəxt olardı. Bu artıq manipulyasiyanın bir üst səviyyəsidir. Yəni, səni qeyri-real insanlarla müqayisə edir və sənə kifayət qədər yaxşı deyilsən mesajını verir. 6. Səni belə bilməzdim. Bu cümlə çox vaxt sənin əlçatan olmadığın anlarda işlədilir. Yəni, sən duyğularını ifadə etdikcə qarşı tərəf səni günahlandırmağa başlayır. 7. Məni buna sən məcbur etdin. Xeyr, heç kim heç kimi məcbur etmir. Bu cümləni işlədən biri öz aqressiyasına görə məsuliyyəti üzərindən atır. Və bu insanlar hətta zorakılığı belə bu sözlərlə haqlı çıxarmağa çalışırlar və əvəzində səni günahkar çıxarırlar. İndi isə şərhlərdə yaz. Bu cümlələrdən hansı ilə qarşılaşmışsan, sənin hekayən maraqlıdır və məni izləməyi unutma. Paylaş ki, daha çox insan oyansın.